Gördüyünüz bu bina Azərbaycan Dövlət Neft Şirkətinin Neft Kəmərləri İstehsalat Birliyinin inzibati binası olub. Hal-hazırda Neft Kəmərləri İdarəsinin balansındadır. Binanın bərpası üçün onun özünündə və divarlarında gücləndirilmə işi görülməli olduğundan onun ətrafında dərinliyi 3 metr 30 cm olan xəndək qazılıb. Xəndəyin qazılması zamanı 1 metr 40 cm səviyyəsində dərinlikdə gördüyünüz kəmərin qalıqları aşkar olunub. Mütəxəssislər bildirmişlər ki, bu Bakı-Batum neft kəmərinin qalıqlarındandır. Bəli, zamanın qoruyub saxladığı tarixin izi. Bakı-Batum kəmərinin başlanğıc nöqtəsi. Bu, kəmərin 100 illiyinə və bizim filmimizə əsl hədiyyə oldu. Hər gün quyular fontan vururdu. Neft daşır, axıb gedirdi. Ətrafda göllər əmələ gəlmişdi. 1877-ci ildə Bakıya gələn Tvedel neft təsərrüfatı ilə tanış olandan sonra Bakı-Batum neft kəmərinin tikintisi haqqında konsesiya layihəsini Rusiya hökumətinə təqdim elədi. Lakin Rusiyanın bir çox neft sənayeçiləri bu layihənin həyata keçməsindən təşvişə düşdülər. Onlar Rusiyanın texnika cəmiyyətinə məktub vasitəsilə müraciət edirlər. Məktubda bildirilir ki, Bakıdan Qaradənizə neft kəməri çəkməklə Amerika sənaye kapitalistləri əlavə imkanlar qazana bilərlər. Amerika mütəxəssisinin konsesiya layihəsi Rusiya hökuməti tərəfindən qəbul olunmadı. Xəzər Qaradəniz müəssisəsinin irəli sürdüyü layihəyə görə uzunluğu 770 verst olacaq kəmərin tikintisinə 1 milyon rubl kapital sərmayə qoyulmalı idi. 10 ilə çəkiləcək kəmərin tikintisinə minnətdar olaraq 25 min adam işlə təmin olunacaqdı. Lakin Tvedel Rusiya hökuməti tərəfindən ikinci dəfə rədd cavabı alır. Beləliklə layihə gerçəkləşmədi. Amma ideya qüvvədə qaldı. O dövrün beynəlxalq münasibətlər konjunkturasından biri bundan ibarət idi ki, bu neft kəmərinin biri Rusiya təbii ki, Rusiya ərazisindən keçərək Qaradənizə çıxarılmalı idi. Çünki Qaradəniz paylaşdırıcı bir nöqtə idi və Qaradənizdə gəmiçilik üçün kifayət qədər əlverişli imkanlar var idi. 1887-ci ildə Bakı-Batum kerosin kəmərinin çəkilməsi haqqında fərman verildi. Kəmərin tikintisi 1897-ci ildə başlandı və 1906-cı ildə tikinti başa çatdı. 1907-ci ildənsə kəmər daimi istismara verildi. Bu, dünyada ən uzun kəmər idi. Qaradəniz limanı. Batum məntəqəsi Bakı neftinin başqa ölkələrə nəqli, daha geniş bazara çıxarılması üçün coğrafi şəraitinə görə ən əlverişli yer idi. Kerosinin Bakıdan Batuma kəmər vasitəsilə nəqli, onun sisternilərlə daşınmasından 50% ucuz başa gəlirdi. Bakı-Batum kəməri boyunca 20 ötürücü stansiya və neft çənləri qurulmuşdu. Neft ötürücü stansiyalar bilavasitə dəmir yolu xətti boyunca yerləşdirilmişdi. Bunlar Bakı, Duvanla, Qazıməmməd, Yevlax, Supsa və Batum stansiyaları idi. Bütün infrastruktura əvvəlcədən nəzərdə tutulduğu kimi məhz burada salınmışdı. Burada Bakı, Hacıqabul, Batum arasında kerosin provod, demək neft hasılatı olubdur. Həmən bu özü də bu gördüyümüz bu turba ki var, bu da elə neft provodla əlaqədar olaraq bir torbadır. Gedir. Dəmir yolu ilə sisternilər gəlib buradan keçirdi.
Onlarla yanaşı, bax o dağlar olan tərəfdən neft kəməri uzanıb gedirdi. Bu yerdə həmçinin neft ötürmə stansiyası yerləşirdi. Uşaq vaxtı biz buradan axan çayda çimərdik. Çayın üstü ilə keçən bu kəmər hələ o vaxt kəsilməmişdi. Valideynlərimizdən eşitmişdik ki, bu kəmər vasitəsilə vaxtı ilə Bakıdan Batuma kerasin ötürülürmüş. İllik yübleyini qeyd elədiyimiz ilk Bakı-Batum neft kəmərinin qalıqlarını tapmaq məqsədi ilə uzun bir yol qət elədik. Başlanğıc nöqtəsini Bakıda, Qara şəhərdə tapdığımız bu kəmər boyu bir neçə məntəqədə onun qalıqlarını aşkar elədik. Bu da kəmərin Batumda tapdığımız qalığı. ...1914-cü ildə hərbi əməliyyatların aparıldığı regionlardan biri Qafqazda idi. Osmanlı və Rusiya arasında hərbi əməliyyatlar gedirdi və Qafqaz cəbhəsi bu ərazidən keçirdi. Bütün müharibənin gedişində artıq bu neft ixracı məsələsində çoxlu problemlər, mürəkkəbliklər yarandı. ...1917-ci ilin oktyabrında Rusiyada bolşeviklər hakimiyyət başına gəldilər. 17-ci ilin noyabrın əvvəllərində ikisində Bakıda bolşeviklər hakimiyyəti, Sovet hakimiyyətini elan etdilər. Beləliklə neft Sovetlərin əlinə keçdi. Böyük dövlətlər Bakı uğrunda amansız döyüşə gedirlər. Bu neft uğrunda mübarizədə təbiidir ki, yeni bir mərhələni açır. Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi. Tarixdə ilk dəfə olaraq Azərbaycanın təbii sərvətlərinin üzərinə sərəncam vermək hüququ Azərbaycan hökumətinin əlinə keçdi. ...1920-ci ilin aprelində Azərbaycan Rusiya tərəfindən işğal edildi. Və bu ələ keçirmədən sonra bütün Bakı neft sənayesinin məhsulları artıq şimal marşrutu ilə daşınmağa başladı. Bakı, Batum neft kəməri dayandı. Uzun müddət Bakı-Batum kəməri artıq işləmədi. Yalnız 20-ci illərin sonundan bu sahədə ilk addımlar atılmağa başladı. Və davam eləyir bütün bu proseslər İkinci Dünya Müharibəsinin başlanmasına qədər. Yoldaşlar, ben Cəbhə uğrunda, Stalin uğrunda cəbhəyə könüllü gedirəm. Yaşasın doğma, bütün ordumuz məhv olsun, xain Hitler. Partiyanın birinci çağrışıyla biz cəbhəyə gedib və düşməni məhv etməyə hazırıq. Hitleri məhv etməliyik. Müharibənin gedişində Bakı-Batum kəmərinin demontaj edilməsinin əsas səbəblərindən biri ondan ibarət idi ki, Qaradənizdə hərbi əməliyyatlar gedirdi. Müqəddəs torpağımızın hər bir karışını hamımız bir nəfər kimi köksümüzə müdafiə edək. Biz dərk eləməliyik ki, cəbhəyə daha artıq neft verməliyik. İşləməli, deməli vuruşmalıyıq. Qələbə uğrunda, vətən uğrunda, Stalin uğrunda və sair və ilaxır uğrunda Bakı nefti su kimi axıb gedirdi.
Uşaqlar, 1945-ci ildə ən dəhşətli müharibə qələbə ilə sona yetdi. Dinc quruculuq illərində neft yenə də sənayedə aparıcı rol oynayırdı. İkinci Dünya Müharibəsi qurtardıqdan sonra Azərbaycanda burada neft hasilatı çox düşmüşdü aşağı. Alimlərin, geoloqların fikrincə Xəzər dənizində böyük neft qaz yataqları vardı. Bunlardan deməli ən belə yaxını olan və dənizin dərinliyi az olan neft daşları idi. Odur ki, qərara gəlindi ki, neft daşlarında kəşfiyyat işləri aparılsın və 1949-cu ildə neft daşları yatağı kəşf olundu. Neft daşlarından birinci dəfə dənizin dibi ilə kəmər çəkildi. O doğrudan da böyük nailiyyət idi. Bu kəmərin çəkilməsi demək olar ki, dənizdə, dəniz dibi ilə çəkilən kəmərlərin bünövrəsini qoydu. Gəlin neftin yalnız boru kəməri vasitəsilə nəqli barədə danışaq. 1964-cü ildə Əlibayramlı Bakı neft kəməri çəkildi. Bu kəmərin uzunluğu əlbəttə Bakı-Batum neft kəmərindən xeyli az idi, 140 kilometr. Elə həmin dövrdə çəkilən Daşgil-Puta neft kəməri isə daha qısa, 70 kilometr uzunluğunda idi. Bununla belə bu iki kəmərin neft sənayesi üçün mühüm əhəmiyyəti vardı. Onların vasitəsilə Şirvan və dəniz yataqlarından hasil olunan neft Bakı neft emalı zavodlarına daşınırdı. Hər gün nəfəs aldığımız havanın təmizliyi bizim üçün hər şeydən vacib olmalıdır. Ətraf mühiti biz qorumalıyıq. Elə bu məqsədlə 60-cı illərdə akademik Həsən Əliyev Bakı buxtasının neft və neft məhsulları ilə çirklənməsinin qarşısını almaq üçün böyük işlər görməyə başladı. Ətraf mühit, təbiət. O, insana qarşı nə qədər səxavətlidir. Bəs biz onunla həmişə yaxşı rəftar edirikmi? Yox. Biz təbiətdən nə qədər xeyir götürsək də, yenə ondan aldıqlarımız bizim üçün bu gözəlliyi əvəz edə bilməz. Mənim ətrafımda bu gözəllik varsa, deməli yaxşı yaşayıram. Əgər yaxşı yaşamaq naminə bu gözəlliyi məhv edəcəyimsə, deməli burada yaxşı heç nə yoxdur. Ötən əsrin 70-ci illərində bilavasitə Respublikamızın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə Qrozno-Bakı neft kəməri layihəsi hazırlanıb inşa edilməyə başlandı. Uzunluğu 601 kilometr, diametri 700 millimetr olan bu kəmərin vasitəsilə tümən nefti Bakı neft emalı zavodlarına göndərilirdi. Kəmər 1983-cü ildən istifadəyə verildi. Onun vasitəsilə ildə 9,1 milyon ton neft götürülürdü. Nəticədə neftin daşınması xeyli asanlaşdı. Eyni zamanda ətraf mühitin çirklənməsinin də qarşısı alındı. SSR dağılandan sonra Bakı-Qrozno-Tixareti